Yeni il bayramı ərəfəsində sərnişin sıxlığını aradan qaldırmaq üçün gücləndirilmiş iş rejiminə keçən Lənkəran avtovağzalında hazırda sərnişin sıxlığı yaşanmır. İri və orta tutumlu nəqliyyat vasitələrində paytaxtı üst tutan sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Bayramla əlaqədar avtovağzalda hal-hazırda sıxlıq görünmür. Əgər sıxlıq olarsa, xəttlərə əlavə marşrutlar buraxacaq, öz qaydası ilə gedir. Gün ərzində Lənkərandan paytaxta 6 avtobus xəttə buraxılırdısa, ehtiyac yaranacağı tədbirdə bir neçə əlavə avtobusların da xəttə buraxılacağı bildirilir. Yeni ili Bakıda keçirmək istəyən sərnişinlər də avtobusların rahatlığından razı idilər. Lənkərandan Bakı şəhərinə gedirəm, bayramı qeyd edilmək üçün. Qiymətlər avtobuslarda yaxşıdır, sıxlıq yoxdur. Yaxşı şərait yaradıblar, cəmaət Bakıya getmək üçün yaxşı şərait var. Lənkəran avtovağzalında bayramla əlaqədar olaraq heç bir qiymət dəyişikliyi müşahidə olunmur. Qiymətlər tarif şurasına uyğun olaraq bir sərnişin üçün 4 manat 42 qəpik və 5 manat civarındadır. Səda Kərimli, Şahin Mirzəyev, Lənkəran.